Ya Allah, Bismillahirrahmanirrahim. Assalamu aleyküm, hörmətli izləyicilər, əziz mömin bacı və qardaşlar. Qorunma duasını nə qədər çox qorunma duaları təqdim etsək belə, yenə də insanlar daha bir çox şeyi özündə cəmləyən qorunma duasından bağlı suallarını yönləndirirlər. Ona görə də qorunma ilə bağlı dualar tez-tez təqdim etməyə çalışırıq. Bildiyimiz qədərini Allahın izni ilə sizlə bölüşürük. Elə bir duadır ki, həm cinlərin, həm insanların şərrindən, həm də bəlalardan insanların qorunması üçün Seyyid Məhəmməd Təqi Müqəddəmin buyruğudur. Nədir adı? Bəlalardan, cin və insanlardan qorunmaq üçün. Bu duanı tilsimləri ilə yazıb yanda saxlamaq lazımdır. Gördüyünüz bütün bunlar yazılır. Mən bunları yaxından göstərim. Siz özünüz də yazmaq istəyənlər diqqətlə izləyib yazasınız. Çap, yəni bacardıqca mən təqdim edirəm. Bu kitabın çapından hərflər belənçi görsənir. Yəni orada video keyfiyyətindən deyil. Kitabın çapında çox keyfiyyətli, mürəkkəb və yaxud kağız işlətməyiblər. İndi aid edə bilənlər yazar. Bu şəxs bir belə də göstərim bunu. Tövr şəkildə. Amma şəxsin adına yazılır. Burada şəxsin adını yazır. Yəni kimin üçün yazırsansa filankəs, bin filankəs, filankəs, binti filankəs bu şəkildə yazırsan. Yazdıqdan sonra üzərində saxlayır həmən şəxs. Kənarda da qoya bilər. Adına yazıldığı üçün evdə də qoya bilər. Məsəl üçün üstünə götürə bilmir. Evdə də qoya bilər. Çünki onun adına yazılıb. Və diqqət edənlər, ərəbcə bilənlər bunun nə qədər gözəl qorunma olduğunu da buradakı adlardan, isimlərdən biləcəklər. Allahın izni və qüdrəti ilə. Allah Teala hamınızı şərdən, böhtandan, pis insanlardan, mərdimazarlardan, xəta bəladan, cinlərin, insanların şərrindən hifz eləsin. Duaya da ehtiyac qalmasın. Yazmaq istəyənlər qorunma ilə bağlı dua bundan istifadə edə bilər. İzlədiyiniz üçün sağ olun. Allah əmanət olun.